İyun ayı gəlir, pomidor xeyli ucuzlaşıb. İndi pomidor əvvəl məsələn 3 yerdən, 5 yerdən gəlsə, indi gəlib pomidor 8 yerdən, 10 yerdən. Məsələn gəlir Salyan, bəli, Salyandan gəlir, Qazaxdan gəlir, məsələn Sabirabaddan gəlir. Bu pomidor gəlir Salyandan. Salyan pomidordur, dadı da yaxşıdır. Qabığı da nəzik qabıqdır. Yəni kəsirsə içi də suludur. Bunun kilosu 1 manat 50 qəpik. Bax maşınla elə olur ki, səhər paylayırıq 1.20-yə, 1.30-a, 1.10-a və qalan mal qalmır, az mal qalmır, onu da vururuq kiloya. Belə keçsə bir həftəyə bu pomidorun bax belə aldığımız pomidor olacaq 80 qəpiyə, 70 qəpiyə. Salyan pomidoru yaxşıdır, baxmış, qiyməti də yaxşı idi, manat yarıma. Getdikcə də nubarçalıqdır da, indi məcburuq alırıq. Amma iyun ayının elə bil axırına pomidorun lap belə təmiz da yetişəni olacaqdı. Pomidor manata var, 50'ye var, 1.50'ye var, 1 manata var. Hər cürə qiymətə malımız var. Günəşli günlərin sayı artdığına görə və 1 kvadrat metrə düşən məhsul miqdarı çoxaldığına görə aydın məsələdir ki, izafi məhsul əmələ gəlmiş olur və ixrac yanvar və fevral aylarına nisbətən mart və aprel aylarında demək olar ki, 1.5 dəfə, hətta 2 dəfə artmış olur. Məsələn, ötən il, ondan öncəki il ola bilsin ki, həmin o sortlar yox idi, müxtəlif, xüsusən də Regoza Brown virusuna qarşı dözümlü sortlar yox idi. Bu səbəbdən istixanalarda istehsalat həcmi kəskin azalmışdır. O xəstəliyə qarşı mübarizə aparmaq çətindir. Amma illər keçdikcə artıq ötən illərin təcrübəsi də öz sözünü deyir. Artıq aqronomlarımız daha dolğun şəkildə mübarizə apara bilirlər xəstəliklərə qarşı. Son 3-4 il ərzində Türkmənistan bizimlə rəqabət içərisinə girib, Rusiya da bizim Azərbaycan məhsulunun tələbatlığını azalda bilir, yəni problem çıxarda bilir. Amma bizim məhsullarımız, Azərbaycan markası altında keçən məhsullar, Azərbaycanda yetişdirilən məhsullar Türkmənistan və digər ölkələrin məhsullarından, hətta Türkiyə məhsullarından deyərdim ki, çox daha keyfiyyətlidir. Bunu biz təcrübəmizdə yaşamışıq. Rusiyanın marketlər şəbəkələri olsun, Belarusiya market şəbəkələrində olsun, Türkiyə və Türkmənistandan 30-40% daha baha olduğu halda bizim məhsulların tələbləri daim olur. Ən böyük üstünlüyümüz bizim keyfiyyətimizdir. Hələ ki, belə deyək də, Türkmən istehsalçıları bizim qədər keyfiyyətli və davamlı, dayanıqlı məhsul istehsal etməkdə yetərsizdirlər. O səbəbdən alıcılar, xüsusən də böyük şəbəkələr o malları almağı riskli hesab edirlər. Çünki o mallar əksər hallarda 3-4 gündən sonra marketlərin, belə deyək də, rəflərində dayanmır. Pomidor öz-özündən belə bir kəlmə istifadə edilir. Biz buraxırıq, suya axmış olur və bu həmin o şəbəkələrin zərər eləməsinə gətirib çıxartmış. Sonuncu nəsil istixanadır, Şuşa istixanalardır. Burada kvadrat metrində 5-7 kiloqram daha çox məhsul əldə etməkdir. Bu 5-7 kiloqram da sezon boyu tonaja çevrilmiş olsa 500-700 ton deməkdir. Bunun elə mənfəəti kifayət eləmiş olur. Amma ortalama düşünürəm ki, 1 hektar üçün 150 min manat kimi mənfəət əldə eləmək